Hadisələrsə Yaxın Şərqdə yeni və daha geniş miqyaslı bir qarşıdurma riskini gündəmə gətirir ki, biz də həmin risklərdən danışacağıq. Studiya qonağımızla siyasi şərhçi Rəşad Bayramov bugün bizimlədir. Hər vaxtınız xeyir olsun Rəşad bəy, xoş gəldiniz. Hər vaxtınız xeyir, xoş gördük. Gəlin ilk olaraq biz toxunaq Xamneyi vəzifələrini icra edir məsələsinə. Həqiqətən bu belədirmi? Varmı Xamneyi? Deyirlər ki, təhlükəsizliyə görə o ictimaiyyət qarşısına çıxmır. Müştəbə Xamneyi hardadır? Yəni, çətin sualdır və bunu düşünürəm ki, İranda da hətta elitanın böyük çoxluğu belə bu haqda məlumatsızdır. Yəni, prinsip etibarilə İsrailin məlum zərbəsindən sonra, yəni ali dini liderin öldürülməsindən və indiki lider deyilən Müştəbə Xamneyinin də yaralanmasından sonra faktiki olaraq adam bir dəfə də olsun, belə deyək, hətta video görüntü belə verməyib. Eynən. Heç bir halda, yəni bundan bağlı hər hansı bir məlumat da yoxdur. Hətta İran tərəfi süni intellektdən istifadə edib bir video görüntü yaratmaq təşəbbüsündə belə çıxış eləmir. Yəni görsənən odur ki, bu baxımdan təbii ki, sağ olub olmaması ilə bağlı da belə deyək tərəddüdlər var və yaxud da ağır yaralı olması ilə bağlı da fikirlər səslənir. Amma harda olmasından, prinsip etibarilə həyatda olub olmamasından və yaxud da belə deyək yaralı olub olmamasından asılı olmayaraq düşünürəm ki, bu günləri İran onun tərəfindən idarə olunmur. Yəni, faktiki olaraq bir Sepah faktiki olaraq tam nəzarəti həyata keçidir və ayrı-ayrı siyasi institutların rəhbərləri belə faktiki olaraq Sepahın diktəsi altında və yaxud da onların əleyhinə getməyərək öz vəzifələrini icra edirlər. Biz Müştəbə Xamneyi adından verilən son, belə deyək, təqdimatlar, hansılar ki, ayrı-ayrı öldürülən şəxslərin yerinə təqdimatlar verildi. Ona da baxanda görürük ki, verilən şəxslərin %100-ü də bu və digər şəkildə Sepah zabitləri və yaxud da Sepah üzvləri və yaxud da zamanında Sepahla bu və digər şəkildə əlaqəli olan, zamanında Sepah sıralarında döyüşən və yaxud da Sepahın ayrı-ayrı briqadalarında təlim keçmiş şəxslərdir. Yəni, prinsip etibarilə bu günləri hətta siyasi, belə deyək, postlara belə bir sıra hallarda məhz Sepah nümayəndələrinin təqdimatı onu göstərir ki, İran böyük ölçüdə bu günləri faktiki olaraq Sepah tərəfindən idarə olunur və burada Sepah bəs niyə hakimiyyətə iddialı deyil? İddialıdırsa, məsələn, indiyə qədər elə bir addımın biz şahidi olardıq. Sadəcə hərbi tərəfini idarə edir. Yəni, hərbi qərarları verir. Düzdür, biz artıq Müştəbə Xamneyinin olmaması və yaxud ictimaiyyətə təqdim olunmaması fonunda Sepahı daha çox görürük. Eyni zamanda Pezeşkiyan da görürük təbii ki. Amma Sepah, dediyiniz kimi, kifayət qədər güclü bir qüvvədir və bugün İranın demək olar ki, qərarları ancaq Sepah tərəfindən verilir. Bəs niyə hakimiyyəti tam olaraq Sepah idarə etmir desək? Bunun səbəbi nədir? Yəni, və yaxud ümumiyyətlə maraqlıdırlarmı? Hakimiyyət prinsipi etibarilə əgər, belə deyək, ali dini lider, məhkəmə hakimiyyəti və Pezeşkiyan tərəfindən prinsipi etibarilə idarə olunursa, bu günləri həm məhkəmə hakimiyyətinin başında faktiki olaraq Sepah nümayəndəsi dayanıb, həm də ali dini lider postunda Sepahın belə deyək, seçdirdiyi şəxs dayanıb. Yəni, hakimiyyət böyük ölçüdə onsuz da bunların əlindədir. Söhbət prezidentin kənarlaşdırılması və onun yerinə, belə deyək, adamın təyin olunmasından gedirsə, bu biraz mürəkkəb məsələdir. Çünki bu faktiki olaraq İran daxilində konkret böyük bir etiraz dalğasının meydana gəlməsinə yatırıb çıxara bilər. Yəni, biz xatırlayaq 2024-cü ili. 2024-cü ildə Sepahın bütün, belə deyək, istəyinə, dəstəyinə, ali dini liderə təzyiqlərinə və s. baxmayaraq Sepahın müdafiə elədiyi iki namizəd, yəni indi parlament sədri olan Məhəmməd Baqir Qalibov və Pezeşkiyandan sonra ikinci ən çox səs toplayan adı Laricanidən sonra belə deyək, Təhlükəsizlik Şurasının katibinə yerinə hallanan, əvvəllər də Laricanidən qabaq Təhlükəsizlik Şurasının katibi vəzifələrini daşımış Seyid Cəlilidən gedir. Yəni, prinsip etibarilə onda da bütün dəstəyə rəğmən, belə deyək, Pezeşkiyana qalib gəlmək mümkün olmadı və bu günləri Pezeşkiyanın sıradan çıxarılması faktiki olaraq uzun müddət ərzində, belə deyək, etirazlara böyük ölçüdə qatılmayan, İran daxilində baş verən ayrı-ayrı əyalətlərdəki, belə deyək, etiraz aksiyalarına
epizodik hallarda bu və ya digər şeylər oldu, amma böyük ölçüdə o kütlə olaraq Azərbaycan soydaşlarımızın qatılmamasına şahidlik etdik. Bu günləri Pezeşkiyanın belə deyək kənarlaşdırılması həm daxildə narahatçılığı daha da artıra bilər, həm hakimiyyət daxilində ayrı-ayrı qruplar arasında münaqişənin dənirləşməsinə yatırıb çıxara bilər və ən əsası da artıq beynəlxalq birlik tərəfindən də İranda legitim olan heç kim yoxdur deyib, ümumiyyətlə daha çox blokada, daha çox təzyiq, daha çox zərbələrin endirilməsi və s. halları baş verə bilər ki, bu günləri faktiki olaraq Sepah bu səbəbdən yəni Pezeşkiyanla bağlı belə deyək addımlar atmaq istəmir. Amma yəni deyirəm bu dəqiqə ən vacibi İran daxilində Pezeşkiyanın özünün məsələ Sepahdan qorunmasıdır. Yəni sabahları bu və ya digər şəkildə Pezeşkiyanı Sepahdan qorumaq və yaxud Birləşmiş Ştatların İsrailin hücumlarından qorumaq məsələsinə gələk. Kim qoruyur Pezeşkiyanı? Çünki İsrail və Birləşmiş Ştatlar kimi ortadan götürmək istəyirsə, bunu müəyyən dərəcədə bir planla həyata keçirir. Pezeşkiyana toxunulmur. Pezeşkiyan demək ki, onlar üçün daha vacib bir fiqurdur. Daha vacib bir fiqurdursa, məsələn, bütün danışıqları Pezeşkiyanla aparmaq üçün İrana hər hansı bir təzyiq göstərə bilərlərmi ki, konstitusiyada müəyyən bir dəyişiklik olunsun ki, Pezeşkiyanın səlahiyyətləri artırılsın və ondan sonra daha yaxşı bir əməkdaşlıq mı desək və yaxud bir müəyyən müttəfiqlik nə deyəksə adına, ən azı bu müharibənin dayanması üçün, danışıqların aparılması üçün bir tərəf lazımdır. Bugün o Pezeşkiyan deyil, eləyə bilmirlər. İndiki mərhələdə dediklərimizi etmək prinsip etibarilə mümkünsüzdür. Çünki konstitusiya dəyişikliyi və digər məsələlər İranın dini rejimdən dünyəvi rejimə keçidi və s. məsələlər, referendum və s. və ilaxır, siyasi debatlar və s. tələb eləyir. Bu günləri müharibə getdiyi halda bunları etmək qeyri-mümkündür. Faktiki olaraq İsrailin Pezeşkiyana zərbə altında qoymamasının səbəbi bu günləri İranda legitim olaraq qəbul olunan şəxsin Pezeşkiyan olması ilə bağlıdır. Yəni bu günləri onun da hədəfə alınması faktiki olaraq onda belə çıxır ki, ümumiyyətlə nə ABŞ, nə İsrail heç bir halda danışıqlar istəmir deməkdir. Çünki faktiki olaraq danışıq apara biləcək şəxs yoxdur. Bu günləri danışıq aparan şəxs kimi fiqur olaraq Qalibafın belə deyək adı daha çox hallanır və Trump da onu belə deyək İran daxilində hər kəsin hörmət etdiyi bir şəxs olaraq təqdim etməyə çalışır. Amma əslində belə bir şey yoxdur. Yəni İran daxilində Qalibaf, yenə deyirəm, nəinki Pezeşkiyan, heç Seyid Cəlili səviyyəsində dəstəklənən fiqur da deyil. Qalibafın bugün danışıqlarda tərəf olaraq seçilməsinin tək səbəbi ondan ibarətdir ki, adam olduqca sıx şəkildə Sepahla bağlı olan şəxsdir. Və Sepahın icazəsi ilə bu günləri, əgər danışıqlarda oradan da aparılırsa və ya aparılacaqsa, məhz Sepahın icazəsi ilə Qalibaf seçilibdir və Qalibaf da o Sepahın verdiyi 5 maddəlik plandan o yana heç nə deyən deyil, heç bir şeydə də güzəştə edən deyil. Yəni adam 18 yaşından Sepah briqadalarında fəaliyyət göstərib, ən sonunda da Kərbala briqadasına rəhbərlik eləmiş şəxsdir. Dəfələrlə də prezident seçkilərində bu və digər şəkildə namizədliyini irəli sürmüş şəxsdir. Bu günləri əgər doğrudan da danışıqlar onunla aparılırsa, prinsip etibarilə bu danışıqlardan heç nə gözləməyə də dəyməz. Pezeşkiyanla bu gün danışıqlar aparılsa, nəyəsə nail olmaq mümkündürmü? İndiki mərhələdə mümkün deyil. Yəni bu günləri danışıqlar prosesində nəyəsə nail olmaq üçün Sepahın olduqca zəif duruma düşməsi lazımdır ki, bu və digər siyasi institutların rəhbərlərinə təzyiq göstərmə imkanı olmasın. Bu günləri biz bir tərəfdə bir koalisiya görürük, Amerika Birləşmiş Ştatları və İsrail koalisiyası. Digər tərəfdə də vahid şəkildə idarə olunmayan bir İran var. İranda siyasi institutlar, yəni rəsmi Tehranla, belə deyək, Amerika Birləşmiş Ştatları danışıqlarda maraqlıdırlar. İranın nə deməsindən asılı olmayaraq danışıqlarda maraqlıdırlar. Amma İsraillə Sepah danışıqlarda maraqlı da deyil və danışıqların baş tutması bu və ya digər şəkildə ortaq məxrəcə gəlinməsi. Bəs bu halda müharibə daha nə qədər davam edə bilər? Resurslar da burada rol oynayır. Burada məsələ belədir. Məsələ resurslar məsələsinə. Yəni bu günləri İranın artıq resursları tükəndiyi bir vaxtda bu faktiki olaraq Sepahın da mövqelərinin zəifləməsi anlamına gələcək. Belə bir mərhələdə və yaxud da Amerika Birləşmiş Ştatları... İran həqiqətən tükənirmi? Amerika Birləşmiş Ştatlarının İsrailə təzyiqinin nə dərəcədə keçəcəyi halda. Yəni bu günləri İsrail nə edir? Bu gün İsrail danışıq apara biləcək istənilən fiquru zərbə altına alır. Bəli. Yəni biz hamımız bilirik də
Müştəbə Xameneyinin ortada olmadığı dövrlərdə faktiki olaraq Larijani fiquru var idi ortada. Və kifayət qədər də radikal fikirləri var idi. Amma Qərbin adamı da deyildilər ona. Qərbin adamı da deyildi, radikal fikirləri də təbii ki var idi. Amma ən azından hakimiyyət daxilində belə deyək, balansı qoruya bilirdi. Yəni körpü ola biləcək şəxs idi deyildilər. Belə deyək, Sepaha bu və ya digər şəkildə nəzarət etmə imkanları var idi. Onda belə çıxır ki, İsrail elə Birləşmiş Ştatlarla İran arasındakı danışıqların baş tutmasını istəmir, müharibənin tərəfdarıdır. Bu günləri bir nömrəli İsrailin marağında müharibənin uzanmasıdır. Bu İsrailə nə qazandırır? İsrail onu qazandırır ki, İsrail bu müharibədən istifadə edib, artıq Livan ərazisində 40 kilometr irəliləyib. Yəni uzun müddət, heç vaxt görmədiyi, dəfələrlə cəhd elədiyi, BMT-nin bir dəfə də tutmuşdu, 20 kilometr ərazisinə irəliləmişdi Livanın. BMT qətnaması ilə geri çəkilmək məcburiyyətində qaldı. Bu günləri uzun illəri bir arzusunu yerinə yetirir. Bu günləri Suriya istiqamətində bufer zona yaradır özünə. Bu günləri İraq istiqamətində özünə bir zona yaratmaq istəyir. Və faktiki olaraq İsrail bu İranın zəiflədilməsi ilə yanaşı eyni zamanda özünün digər maraqlarını da təmin etmək istiqamətində böyük bir iş görür. Amma yenə deyirəm, İsrailin nə qədər resursu var davam etmək üçün? Bu məsələ də var ortada. Amerika Birləşmiş Ştatlarının belə deyək, o artıq müharibə dayanmalıdır qəti şəkildə bu mövqe ortaya qoymasından sonra İsrailin uzun müddət müharibə aparmaq kimi bir imkanları yoxdur. Ona görə də bu günləri bir daha təkrar eləmək istəyirəm. ABŞ-ın İsraili cilovlaması, İranda isə düşünən beyinlərin artıq nəhayət ki, bir yerdə, bir komanda şəklində yığılıb Sepaha qarşı dayana bilməsi lazımdır. Bu baş verəcəksə, onda tez bir zamanda danışıqlarda nəticə çıxacaq. Bu günləri amma faktiki olaraq kimlə danışıqlar aparılmasının böyük ölçüdə elə nə qədər ki resurs var, nə qədər ki İranın əvvəlki kimi gündə 100 raket atmaq imkanı olmasa da, gündə ən azından 10 raket atmaq imkanı var. Bu şəkildə də davam eləyəcək. Bilirsiniz, ortada... Mən biraz öncə də o sual verdim. Sizcə İran həqiqətən tükənirmi resurs baxımından? Hələ ki yox. Hələ ki yox. Yəni, baxın... Çünki hücumların sayı azalır dediniz. Azala bilər hücumların sayı. Bu özü də, belə deyək, taktiki gedişdir. Yəni, maksimum şəkildə bütün resursların tez bir zamanda xərclənməsi yox, uzaq bir periodda hissə-hissə istifadəsi nəticə etibarilə müqavimətin davam etdirdiyi görüntüsünü yaratmaq üçün vacibdir. Bəs reallıqda nə baş verir sizcə? Gücü varmı? Reallıqda düşünürəm ki, baxın, İranın uzun müddətli bir hazırlıq imkanı oldu. Çox uzun müddətli bir hazırlıq imkanı oldu. Yəni, söhbət heç də 12 günlük müharibədən sonraki hazırlıqdan getmir. Söhbət Həmasla İsrail arasında müharibənin başlamasından sonra artıq 3 ildən çoxdur ki, bir hazırlıq prosesindən gedir. Və kifayət qədər dron istehsalı, kifayət qədər raket istehsalı və s. proseslər baş verib. Və bu günləri hələ Çindən dəstək hansı şəkildə davam etdirilir, bunun özünü də demək çətindir. Yəni, bu günləri Çin tankerləri boğaza girib, oradan neft götürüb apara bilirsə, onların ora yanaşanda özü ilə silah-sursat gətirib gətirmədiyi də özü də bir, belə deyək, müəmmadır böyük ölçüdə. O baxımdan İranın nə qədər dözəcəyini prinsip etibarilə demək çətindir. Amma proses onu göstərir ki, biz bu gün bir aydır da artıq müharibə davam eləyir. Hamımız xatırlayırıq. Düz bir həftədən, yəni müharibə başlayandan bir həftə sonra Trumpın bir bəyanatı var idi. Dedi ki, biz İran ərazisində 3000 hədəfi məhv etmişik və artıq İranda zərbə endirəsi hədəf qalmayıb. Düzdürmü? Sırağa gün artıq məlumat verilir ki, artıq 10 mindən yuxarı hədəf dağıdılıb. Dünənlərdə Trump deyir ki, hələ zərbə endirmədiyimiz 3554 hədəf qalıb. Sən bundan 20 gün qabaq artıq hədəf qalmayıb deyirdin. Və keçən müddət ərzində 10 min əlavə hədəf vurulub və indi deyirsən ki, 3554 hədəfdə hələ qalıb. Özü 54, yəni o rəqəmlərə qədər də belə oynayırlar, psixoloji şeydir. Prinsip etibarilə bugün İranın harda nələri olması, yəni İsrail ara sıra bu və digər şəkildə etiraf da eləyir. Yəni biz İsrail Müdafiə Nazirliyinin bir çox belə deyək, raket sistemləri dağların arasında yerləşdirilib və onları tapmaqda çətinlik çəkirik kimi bəyanatlarına da şahidlik etmişdik. O baxımdan İranın əlində nədən qalması bu dəqiqə dəqiq demək mümkün deyil, amma ən azından müharibənin hələ bir müddətdə
bütün ikilərə baxmayaraq, İranın darmadağın olmasına baxmayaraq, olduqca bundan sonra bəlkə də bir 10 il, 20 il vaxt lazımdır İranın özünə gəlməsi üçün. Bütün bunlara baxmayaraq, bu gün hələ ki, belə deyək, davam etdirmək imkanı var. Əgər davam etdirmək imkanı olmasaydı, bunu İsrail də kifayət qədər yaxşı bilərdi. Çünki İran ərazisində nə baş verirsə, hər şeydən xəbərdardır. Amerika Birləşmiş Ştatları kəşfiyyatda kifayət qədər yaxşı bilərdi. Əgər doğrudan da İranın davam etmək imkanının olmadığını fikirləşsəydi, 3-cü aviadaşıyıcının münaqişə bölgəsinə göndərilməsi ilə bağlı Amerika Birləşmiş Ştatları qərar qəbul etməzdi. Bu qərarlar qəbul olunursa, əlavə silah, texnika və s. yerləşdirilirsə, deməli, onlar da kifayət qədər yaxşı bilirlər ki, İranın hələ ki, belə deyək, gücü var. Rəşad bəy, Trump yenə öz ampluasındadır. Çox maraqlı açıqlamalar verir. Hörmüz boğazı ilə bağlı çox maraqlı bir açıqlama verdi. Biz indi danışıqlar aparırıq və nəsə edə bilsək, bu əla olar. Amma onlar oranı açmalıdırlar. Onlar Trump boğazını açmalıdırlar. Yəni Hörmüzü. Trump artıq Hörmüzü alıb, adını da dəyişib, qoyub Trump boğazı. Nə baş verir? Bir də Trump'ın bu fikirlərini müzakirə edək. Trump niyə Hörmüz boğazını məhz Trump boğazı kimi görür? Trump sevir yəni, bu cür ritorikadan istifadə etməyi. Biz zaman-zaman, belə deyək, öz seçicilərinə xitabən bu cür, belə deyək, absurd əslində görsənə bilən belə deyək, bəyanatlar verdiyinə şahidlik etmişik. Bu, bir tərəfdən daxili auditoriyaya artıq həm daxili auditoriya, həm də bu günləri Amerika Birləşmiş Ştatlarına təzyiq eləyən Körfəz ölkələrinə, Avropa İttifaqı ölkələrinə, Asiyadakı Amerika Birləşmiş Ştatlarının müttəfiqlərinə verilmiş mesajdır ki, yəni Hörmüz istiqamətində də tez bir zamanda istədiyimizə nail olacağıq, narahat olmayın, Hörmüz açılacaq və hətta Trump boğazı deyərkən o hətta bunu demək istəyir ki, nəinki açılacaq və hətta bundan sonra İranın nəzarətində belə olmayacaq kimi mesaj vermək istəyir. Nə dərəcədə mümkündür? Amma bu günləri, bilirsiniz necədir məsələ? Bu günləri, baxın, biz bilirik də hansı adalardır prinsipi etibarilə Körfəzə nəzarətdə saxlayan adalar. Söhbət haqqında artıq bütün dünyanın danışdığı Böyük Tom, Kiçik Tom, Əbu Musa adasından gedir böyük ölçüdə. Qəşm adasıdır, maz ora əsasən siyasi elitanın, siyasi yox, daha doğrusu İranın milyonerlərinin, milyarderlərinin, övladlarının istirahət yeridir. Bütün sərmayə oradadır, orada qadağaların işləmədiyi bir yerdir. Dubay kimi bir ada düzəldiblər və belə deyək, cənnət kimi orada bütün əyləncələrini keçirirlər. Onun böyük ölçüdə Hörmüz boğazına nəzarət belə deyək, imkanları yoxdur. Amma söhbət o 3 adadan, konkret 3 adadan gedirsə, bu günləri o adaların sadəcə zərbə altına qoyulması, sadəcə o adalarda İranın hərbi strukturlarının məhv edilməsi Hörmüzə nəzarət imkanı vermir. Hörmüzə nəzarət eləmək istəyirsənsə, o adalar üzərində fiziki nəzarəti təmin etməlisən. Yəni, sən o adaları əskər çıxartmalısan, o adaları özündə saxlamalısan, təkmi, Birləşmiş Ərəb Əmirlikləri ilə bir yerdənmi? Çünki Birləşmiş Ərəb Əmirlikləri ilə belə deyək, həmin adalarla bağlı olan da iddiası var. 71-ci ildə Böyük Britaniya artıq koloniyadan imtina eləyəndə əmirliklər özləri dövlətdə yaratdılar və Birləşmiş Ərəb Əmirliklərinə prinsipi etibarilə tabi olmalı olan o adalarda İran tərəfindən belə deyək, götürüldü və uzun müddətdir ki, elə bu şəkildə də, yəni Birləşmiş Ərəb Əmirliklərinin daimi iddialarına baxmayaraq bu adalar İranın nəzarətində qalıb. Onlarla birgə və yaxud da beynəlxalq koalisiya ilə birgə belə ora bu gün əskər çıxartsan, onların orada əskər çıxartmaq asan şeydir. Döyüşüb çıxadassan əskəri. Orada onun saxlanılması olduqca böyük çətin bir şeydir. Orada sən əskərivi saxlaya bilmək üçün və Hörmüzə nəzarət eləmək üçün İran o hətta çatmalıdır ki, əlində bir dənə də olsun raket qalmasın. Yəni orada ABŞ əskərini, koalisiya əskərini zərbə altına qoymaq gücü olmasın. Real deyil sadəcə. Bu günləri o baxımdan real deyil. Bu günləri Xərq adasına belə deyək, qoşun çıxartmaq prinsipi etibarilə mümkündürmü? Mümkündür. Bununla İrana təzyiq eləyib nə edəcəklər? İranın bütün enerji sektoruna nəzarət əllərinə keçidib, bununla İrana təzyiq eləyəcəklərsə, buradan İranın belə deyək, məhsullarının, enerji məhsullarının çıxışını məhdudlaşdıracaqlarsa, İran ərazisinə elektrik enerjisinin verməsini məhdudlaşdıracaqlarsa, İran qaranlığa qərq olduğu halda
o adalar Amerika Birləşmiş Ştatlarının əlində qalmaqdansa özü o adanın vurulması istiqamətində addımlar da ata bilər. Yəni onsuz da mənim nəzarətimdə deyilsə, niyə başqasının nəzarətində olsun? Amma dedilər İran həmin adalara görə çox da mübarizə aparmayacaq. Bəzi ekspertlərimiz təbii ki belə fikirləşir. Siz necə fikirləşirsiniz? Mən düşünmürəm. Yəni İranın əlində bu günləri ən böyük təzyiq vasitəsidir faktiki olaraq Hörmüz. Yəni ora-bura raket atmaq olar, Körfəz ölkələrini zərbə altında qoymaq olar, amma Körfəz ölkələri bu verici şəkildə o zərbələrə belə deyək, davam gətirə bilər. Amma sən Körfəz ölkələrinin və bütün dünyanın iqtisadi maraqlarını artıq belə deyək, zərbə altında saxlamaq istəyirsənsə, Hörmüz sənin əlində ən böyük kartdır. Və bunun çox asan şəkildə mübarizə aparmadan İranın kiməsə verəcəyi şəxsən mənə az ehtimal olunur. Yox, sırf Xərq adasını nəzərdə tuturdum sözün düzü, amma Hörmüz boğazının onsuz da bugün İranın əlində demək olar ki, yeganə təsir rıçağıdır. Və bir tərəfdən indi Husilər Bab-el-Məndəb boğazını bağlamağı daha doğrusu tövsiyə edirlər. İndi ötən gündə elə biz verilişimiz boyu bundan danışdıq ki, həmin ssenarinin aktivləşməsini yaxın günlərdə görə bilərikmi? Görə bilərik. Onsuz da Hörmüzlə bağlı kifayət qədər İranın üzərinə təzyiqlər artır ərəb ölkələri tərəfindən də. Bir tərəfdən də Bab-el-Məndəb boğazı bağlanarsa, ondan sonra nə baş verəcək? Baxın, onsuz da bu günləri İran nə edir? İran bu günləri, bu adı çəkilən ölkələr ki var, Hörmüzdən öz məhsullarını dünya bazarına çıxardırlar. Söhbət Səudiyyədən gedir, söhbət Birləşmiş Ərəb Əmirliklərindən gedir, Küveytdən gedir, Qətərdən gedir. Bunların hər biri düzdür, öz məhsullarının %90'ını demək olar ki, böyük ölçüdə Hörmüz vasitəsilə belə deyək, dünya bazarına çıxardırdılar. Amma hər birinin özünün bir alternativi də var idi. Yəni, Səudiyanın bir Yanbu limanı var idi, hardan ki, belə deyək, öz məhsullarını Qırmızı dənizə çıxartmaq imkanı var idi. Sonra Birləşmiş Ərəb Əmirliklərinin özünün Füjara limanı var idi, oradan Hind okeanına çıxış imkanları var idi. Eyni zamanda Qətərin Ras-Laffan limanı var idi, o da okeana çıxışı var idi. Amma İran neynədir? İran artıq, belə deyək, 10 gündən artıqdır ki, yəni İsrail tərəfindən İran ərazisində o qaz infrastrukturun hədəfə alınmasından sonra birbaşa həmin limanları, belə deyək, hədəfə aldı və faktiki olaraq Körfəz ölkələrini bu günləri blokadda saxlayıb. İndi Yəmən istiqamətində Hüsilərin aktivləşməsi, Qırmızı dəniz istiqamətində də artıq keçidin təhlükəli hal alması prinsip etibarilə İran üzərinə daha böyük bir belə deyək, koalisiyanın gəlmə imkanlarını artırır. İsrail də bildirdi ki, Husilərin aktivləşməsindən sonra İsrail vuracaq. Yəni İsrail üçün də ikinci, üçüncü cəbhənin açılması deməkdir. Bir tərəfdə İsrail onsuz da faktiki olaraq bütün istiqamətlərdə bu günləri istəyir. Trump arxayın olub gedirlər. Təbii ki, yəni uzun müddət ərzində plan məhz ondan ibarət idi ki, niyə əvvəl başlamırdı bunu? Çünki hakimiyyətdə olan, ABŞ-da hakimiyyətdə olan bu və digər, belə deyək, hakimiyyətlər Netanyahunun bu planlarına qarşı çıxırdılar. Biden hakimiyyəti dövründə Netanyahunun bütün istəklərinə baxmayaraq silah, texnika, ağır bombaların verilməsindən imtina edilmişdi və uzun müddət ərzində də verilmədi. Trump gələndən sonra bir ay müddətində həmin o silah, texnika, bombaların İsrailə ötürülməsi ilə bağlı qərar qəbul etdi və bunlar da baş verdi. O baxımdan təbii ki, baxın, İran bu gün faktiki olaraq ən böyük səhvi özünə qarşı cəbhənin genişləndirilməsi ilə bağlıdır. Yəni, bu günləri sən Körfəz ölkələrini müharibəyə qoşulmaq istəməyən, bu və digər şəkildə hətta öz ərazisindən ilkin mərhələdə İrana qarşı əməliyyatların keçirilməsinə imkan verməyən bütün ölkələri hədəfə aldın, anlaşılandı. Əvvəldən də demişdin ki, Amerika hərbi bazaları hədəf altına qoyulacaq. Amma sən orada artıq infrastrukturu hədəfə alandan sonra və yenə deyirəm, bu ölkələrin ayaqda durması üçün öz təbii məhsullarını bu və digər şəkildə bazara çıxartması lazımdır. Sən bunu bloklayandan sonra, sən bunlara faktiki olaraq gəlin məndən vuru üçün deyirsən. Hər nə qədər də bizim düşmənimiz Körfəz ölkələri deyil, biz onlarla, belə deyək, müharibə istəmirik desən də, sən bunu məcbur eləyirsən onlara. İndi də digər, belə deyək, alternativ platformaların bağlanması, Hüsilərin oradan aktivləşdirilməsi, Qırmızı dənizdə problemin yaranması nəticə etibarilə bu günləri hələ də tərəddüd eləyən ayrı-ayrı NATO ölkələrini, o cümlədən də Avropa İttifaqının ayrı-ayrı ölkələrini də son mərhələdə gəlib Trumpla
istəməyərək belə olsa, öz maraqları baxımından, öz iqtisadi maraqları baxımından gəlib Amerika ilə, İsraillə bir sırada Yaxşı, bəs həmin ölkələr İranda bu müharibənin dayanması üçün niyə bir addım atmırlar? Yəni, əslində hücum İrana olunub. Yəni, İran da haqlı olaraq Hörmüz boğazını bu şəkildə, əlində təsir çakı bir o olduğuna görə ondan istifadə edir. Digər tərəfdən proksiləri hərəkətə keçirir, dediyimiz kimi, Husiləri hərəkətə keçirir. Yəni, İran əslində bu məqamda haqlı tərəf kimi görünür. Baxın, adı çəkilən ölkələrin böyük əksəriyyəti bir neçə dəfə Amerika Birləşmiş Ştatlarına və İsrailə müharibənin dayandırılması ilə bağlı çağırış ediblər. Təsir etmir. Təbii ki, təsir etmir və əslində gözlənilən də deyildi ki, bu və ya digər şəkildə Amerika Birləşmiş Ştatları kiminsə, belə deyək, bəyanatı ilə müharibəni dayandırmış olsun. ABŞ bu günləri müharibəni dayandırmağa ən çox daxili, belə deyək, etirazlar məcbur eləyə bilər və seçki ilə olması məcbur eləyə bilər. Reytingi də artıq 36%-a gəlib düşüb təqribən ölkə daxilində ki, bu olduqca, belə deyək, mənfi nəticədir seçki ilində. Amma baxın, nə baş verir? Yəni, mən Amerika Birləşmiş Ştatlarına bu çağırışları edirəm, İran. Mən sənin ərazivə hücum faktını tanıyıram və bunun BMT-nin sanksiyası olmadan baş verdiyini də qınayıram. Üstəgəl, Trumpın bütün çağırışlarına baxmayaraq, NATO ölkələri də prosesə qoşulmalıdır bəyanatına baxmayaraq, mən qoşulmaqdan da imtina eləyirəm. Amma sən bütün bunlara baxmayaraq, mənim də Hürmüz boğazından məhsullarımın daşınmasına imkan vermirsən. Yəni sən, mən onda hansı addım atmalıyam? Sənin maraqlarına cavab verə biləcək, maraqlarına cavab verə biləcək bütün bəyanatları vermişəm, bütün addımları atmışam, ABŞ-la birlikdə hərəkət eləmirəm, qoşun çıxartmıram, belə deyək, sənə qarşı raket sistemlərin və s. aktivləşdirilmir. Ancaq NATO ölkələri ərazisinə, məsələn, Türkiyə ərazisinə raket gəlirsə, onu ancaq belə deyək, zərərsizləşdirən mövqe nümayiş etdirirəm. Amma sən bütün bunlara rəğmən mənim maraqlarımı, mənim iqtisadi maraqlarımı zərbə altına qoyursansa, nəticə etibarilə mənim başqa yolum qalmır. O baxımdan İranın bu hərbi bazaların hədəf alınmasından sonra bu istiqamətdə də böyütməsi cəbhəni prinsip etibarilə əslində yanlış taktikadır və İran tərəfində bunu dərk etməsi lazımdır. Amma çox təəssüf ki, bilirsiniz, vahid idarəçiliyin olmaması. Bir tərəfdə qeyd elədim İsrail var, amma İsraildən başqa Amerika Birləşmiş Ştatlarında da belə deyək, indi Trump bütün hər kəs danışır ki, bir ay ərzində 30 milyard nə qədər pul itirilib də, yəni müharibəyə. 30 milyarddan qat-qat artıq Amerikanın hərb sənayesi sifarişlər alıbdır bu müharibənin gedişində. Yəni dəfələrlə artıq sifarişlər. Yəni onun yerini dolduracaq sifarişlər var artıq. Var və onlar da müharibənin uzanmasında ABŞ daxilində də maraqlı olan, belə deyək, qüvvələr var. Onlar üçün ABŞ-da bu hakimiyyətdədir, o hakimiyyətdədir. Onların marağında deyil. Yəni, prinsip etibarilə böyük də onların maraqlarına təsir eləmir kimin hakimiyyətdə olması. Onların özlərinin maraqları var və onlar da təbii olaraq bu və digər şəkildə müharibənin davam etdirilməsini istəyirlər. Bu bir tərəfdə isə büdcənin hamısını müharibə səbəbi ilə, müdafiə səbəbi ilə, dövlət büdcəsində nə qədər pul var, hamısını ələ keçirib üstündə oturan Sepah var. Üstəgəl də həm Avropa İttifaqı ölkələri tərəfindən, həm Amerika Birləşmiş Ştatları tərəfindən terror təşkilatı elan olunan bir Sepah var. Bu da o deməkdir ki, müharibənin bitəcəyi halda bunlar legitim hədəf olaraq qalmaqda da davam eləyəcək. Bəs bunun həlli necə olacaq? Bunun həlli ondan ibarətdir ki, danışıqlar baş verəcəksə, tərəflər bu və digər şəkildə bir-birinə qarşı hansısa güzəştli mövqedən çıxış eləyəcəklərsə, çox böyük ehtimalla İran tərəfinin ortaya qoyduğu tərəflərdən biri də Sepahın terror təşkilatı siyasından çıxarılması olacaq. Yəni, bu bir mənalı belə olacaq. Yəqin ki, tərəflərdən biri İsrailin Livan ərazisindən bu və ya digər şəkildə geri çəkilməsi. Onsuz da Livanın da elə danışıqlarda iştirak etməsini istəyirdilər. Kompensasiya məsələsi bu və ya digər şəkildə prinsip etibarilə Amerika Birləşmiş Ştatları tərəfindən təmin oluna bilər. Yəni, təbii ki, söhbət mən sənin ərazivə hücum etmişdim, dağıtdım deyənə kompensasiya verirəm qismində yox. Amma investisiya belə deyək şəklində, başqa şeylər şəklində Amerika Birləşmiş Ştatları onsuz da bu və ya digər şəkildə İranda belə deyək oturmaq istəyir, iqtisadi maraqlarını təmin etmək istəyir və s. istəyir. O baxımdan gələcəkdə bütün bunlar baş verə bilər. Amma bu günləri müharibənin dayandırılmasından sırf söhbət gedirsə, təbii ki, müharibənin belə deyək aktiv fazası dayansa belə bu münaqişənin bitməsi
demək olmayacaq və müharibə bitəndən sonra İranın bəlaları başlayacaq. Müharibə bitəndən sonra İranda hakimiyyət uğrunda mübarizə, klanlar arasında mübarizə, vətəndaş müharibəsi, radikal küt qruplaşmalarının İrana daxil olması... Amma vətəndaş müharibəsi baş versəydi, sizcə o etirazlar zamanı baş verməzdi? Xeyr, heç bir halda. Nə üçün? Baxın, birincisi, etirazlarda İranda inqilabi dəyişikliklərə yatırıb çıxara biləcək əsas faktor olan Azərbaycanlılar iştirak eləmədilər. Böyük ölçüdə iştirak eləmədilər. Təbrizdə o aksiya, nə bilim, Urmiyada o Azərbaycanlıların, belə deyək, keçirtdiyi aksiya deyil. Azərbaycanlılar kütləvi şəkildə etiraza qalxsalar, İran silkələnər. Yəni, bu o deyildi. Amma sən əgər İsrail tərəfindən, ABŞ tərəfindən radikal küt qruplaşmaları İran ərazisindən daxil olması təmin ediləcəksə, bunlar hardan girəcək? İraq tərəfdən Urmiya istiqamətində. Və indi də soydaşlarımıza müraciət edib deyirlər ki, Urmiyada birgə idarəçilik. Urmiya Azərbaycan torpağıdır. Birgə idarəçilik faktiki olaraq kütlərin də ora hüquqlarının tanınması deməkdir ki, buna heç bir halda Azərbaycanlılar razı olmayacaq. Bu nəyə gətirib çıxaracaq? Qarşıdurmaya. Qarşıdurmaya gətirib çıxaranda vətəndaş müharibəsi də, belə deyək, qaçılmaz olacaq. Yəni, artıq Türkiyənin prosesə qoşulma imkanları var və digər aktorların, belə deyək, hərəkətlənmə imkanları var. O baxımdan indiki müharibə İran üçün bir jurnaldır. Nə baş verəcəksə İranda, bunlar hamısı müharibənin bitməsindən sonra baş verəcək. Aydındır. Təşəkkür edirəm Rəşad bəy, ətraflı şərhiniz və proqnozlarınız üçün.